Aprelin 1-də Nəsimi rayon məhkəməsinin qərarı ilə Nida Vətəndaş Hərəkatının fəalı Zahir Qurbanlı 3 ay müddətinə həbs edilir. Zahir Qurbanlıya qarşı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə cinayət işi açılır. Zahir Qurbanlının anası Səkinə Qurbanova oğlu və Nida üzvləri ilə fəxr etdiyini bildirir. Mən Zahirun anası Qurbanova Səkinə. Buyurun xanım. Nifrət edirəm bu hökumətə. Birinci onu deyirəm. Qoy gəlib məni də tutsunlar. Bizim bir aydır bizim evimizdə yasda uşaqlar günahsız yerə şərlənib, həyasızcasına tutulublar. Narkotika, silah, utanmırlar dedikləri ittihamlara baxar. Utanmırlar o ittihamları bu uşaqlar. Mən ağlamıram, mən acizlikdən ağlamıram. Mən o uşaqlardan fəxr edirəm. O uşaqlardan fəxr edirəm, mən oğlumla fəxr edirəm. Mən nifrət edirəm bu quruluşa. Nifrət edirəm bu quruluşa. Mənim uşağımı yoldan mənim uşağımı yığışdırıb aparıblar. Mən bütün uşaqları ağlayıram. Təkcə Zahra yox. Rəşada, Rəşadətə, Üzeyirə, Məhəmmədə, Şahinə, Bəxtiyara, hamısına. Hamısı mənim balamdır. Hamısı ilə fəxr edirəm. Bala sizin hamınızla fəxr edirəm. Sizləri sağ olun. Ev yoxdur. Vətən yolundadır mənim balam. Ev yoxdur, dözərəm. Heç bir şəhidlərin anasından mən artıq deyiləm. Amma inanın ki, mənə çox ar gəlir. 35 ildir mən bu hökumətə qulluq edirəm. Mən müəlliməyəm, mən cəmiyyətə tələbə şagird insan yetişdirmişəm. Və mən indi bu cəmiyyətə nifrət edirəm. İnanın ki, bütün varlığımla nifrət edirəm. İnanmıram heç nəyə, inanmıram da. Günahsız yerə mənim uşağımı tutub, əli qolu bağlı aparıb, Allah başlarına gətirsin, balaların başına gəlsin. Balalarını, cəmiyyətimizi bu günə qoyanın başına gəlsin. Mən heç nə demirəm da. Özünüzü qoruyun bala, özünüzü qoruyun şərdən, böhtandan. Biz bu cəmiyyətdə şərdən, böhtandan qoruyun. İstəsələr gəlib bizim evimizdən tank da çıxardarlar. Mən buna inanıram. İnanıram ki, bizim evimizdən tonla narkotika da çıxardarlar. Halbuki mənim uşağım sigaret çəkmir, silah nədir görməyib, utanmırlar. Niyə ar eləmirlər, niyə ar gəlmirlər ki, bizim də balamız var axı. Sən nə bilirsən sənin bala başına nə işlər gələcək? Mən oğlumla fəxr edirəm. Mən Rəşadla, Rəşadətlə, Üzeyirlə, Məhəmmədlə, Bəxtiyarla, Şahinlə fəxr edirəm. Atası Araz Qurbanlı oğlunun günahsız olduğunu bəyan edib. Verdilər Allah. Mən Zahra zəng elədim, telefon çağırdı, sonra advoya getdim. Bir də zəng eləyəndə zəng çatmadı. Bir neçə mən zəng elədim, görüm zəng çatmır, yoldaşıma zəng elədim. O da axtardı, sonra bir zəng eləkən Zahra tutublar. Ağır cinayətlər üzrə ora aparıblar. Vəssalam, mən bunu eşitdim. Bir də gəldim ki, dedilər ki, Nəsimin məhkəməsinə gətirdim. Mənim uşağım günahkar deyil. Mənim uşağım, hətta onun Nida cəmiyyətinin üzvləri də heç bir günahkar deyil. Bu şəhər böyük. Tələb edirəm. Məhkəmədən sonra yəqin ki, hətta mən hamısını yazacam mən. Beləcək, onlar da göz yumurlar. Onlar da bu işdə göz yumur. Heç təsəvvür edəmirsən, demokratiya deyirlər. Nə deyirlər, amma göz yumurlar. 6-7 gənci ləkələyib tuturlar. Amma biri xarici ölkələr, Amerika, soyucu heç bir səsini çıxartmır. Niyə? Demokratiya gəlsin demokratiya mı? Bunlar demokratiya uğrunda mübarizə edirlər də. Nə istəyirlər? Bunlar bir şey deyir ki, reallıq olsun, demokratik quruluş bura, demokratiya seçkiyə gedək də. Uşaqların istəyi nədir ki? Dəhşətə gəlsin. Bu uşaq nə qədər hazırsız. Ona görə inanmıram. Başlarsınız, məhv eləmək. Yəni, burada hansı bunların bir günahı var. Ala bilməyəcək. Məsələn, Zahirun hansı bir günahı var, heç bir günah inanmıram. Yəni, əsaslı bir şey ola bilməz. Nə eləsələr, bəlkə deyəcəklər, yalandan məcburan boynlarına qoyacaqlar. Məcbur boynlar. Əzab vəziyyət niyə boynlarına qoya bilərlər? Yoxsa onların heç bir çevriliş haqqında, nə haqqında heç bir o fikirlər yox ki, dursunlar silahlı çevriliş insanlar qarşısında tutulqa çıxar tapdılarına qarşıda. Mən oğlum Zahir Qurbanlının, onun dostlarının, həm fikirlərinin hamısının müdafiəsini tələb edirəm və azadlıqlarını istəyirəm. Əlbət istəyirəm. Azadlıq ən böyük şeydir. Zahirun ən çox xoşladığı söz odur. Nida Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Aygün Pəncəliyev isə Zahir Qurbanlının oğurlanaraq həbs edildiyini bildirib.
Aygün Pəncəliyevə vurğulayıb ki, həbs siyasi sifarişlə həyata keçirilir. Aygün Pəncəliyevə Nida Vətəndaş Hərəkatı İdarəyyəti üzvü. Bugün hardasa saat 3-ə qalmış 15 dəqiqə, təxminən 3 radələrində Nida Vətəndaş Hərəkatının layihələr üzrə koordinatoru Zaur Qurbanlı oğurlanaraq Ağır Cinayətlər İdarəsinin idarəsinə gətirilib. Zaura da əvvəlki idarə heyəti üzvlərinə açılan, digər idarə heyəti üzvlərinə açılan maddə ilə cinayət işi açılıb. Daha sonra təxminən 15 dəqiqə olar ki, Nəsimi rayon məhkəməsinə gətirildi və Zaura da eyni maddə ilə 228.3 ilə yəqin ki, həbs qəti imkan tədbir verəcəklər və Kürdəxana göndərəcəklər. Onlar qanunsuz silah və narkotik maddə saxlamaqda ittiham edilirlər.